Şahin qaqaş salam, neynisən, nə var, nə yox? Şahin, səndən kişi kimi bir dənə söz soruşsam, bir dənə buna dürüst bir... Ya ayrı otur biz danışaqda, bir dənə buna bir dənə normal mənə bir dənə cavab ver, mən əl çəkimdə səndən də qaqaş. Əgər sənin o Almarketdəki 3 köpüyə ehtiyacın varsa, ya sən bu qədər köləksən ki, 2 saat orada sən dayanmısan, ala 3 köpüyə ehtiyacın var, çıxardım sən 5 köpük verim ki, Şahin gələ qaqaş qutar, 2 köpük də sən halal xoşun. Neynisən sən 3 köpük dirəmirsən 2 saatdır ki, mənə o 3 köpüyü qal. Qaqaş Almarketdə qız yazıq deyil. Ala qıraqda sən dayanmısan, Ayxonda da 35 nəfər adam dayanıb ki, bir dənə malını vursan, hamısı sənin kimi adamlar deyə. Dayanıblar bir dənə çəki güdürlər orada. Ala o yazıq qız da təkdi, mənə yazığım gəldi. Allaha and olsun deyəm. Hərəsinə bir dənə şapalaq vuracaqdım ki, qala 5 süründə yazıqdır, gömsüz tək qalıb burada. Amma deyib ki, mənə keçid. Elə şey olur. Da metrodasan ala. Ola qoyuram bir qırağa. Sən çeki niyə gözləyirsən, hə? Bir də onu almışdın, ramaşkan yağını almışdın, ala sən orada bilmədim heç. 3 köpüyə görə sən nə olacaq o 3 köpüylə? Mən çatmır, sən necə sırtıq adamsan, gönlü qaylın adamsan ki, çeki gözləyir 2 saat. Sən ədəvə ilə ev tikəcəksən, sən ədəvə ilə. Allah vurub sən